Buonasera. Buonasera. Sən axı özün yaxşı bilirsən ki, bu çaya görə mən şəxsən Şri-Lankaya uçmuşam. Yaxınlarımız şu, əziz insanlarımız şu. Sən də bugün gəlmirsən, mənə deyirsən ki, gəl bu çayı satışa verək. Xahiş edirəm Don, icazə verin bu çayın satışını təşkil edək. Bir gün olub bilsin ki, mənim işim düşsün sənə. Hacı Çay, imtina edilmeyeceği teklif. Salam dostlar, Açarın növbəti buraxılışında xoş gördük. Bugün çox dəyərli qonağım var. Namiq Bayramov, iqtisadçı, pedaqoq, marketoloq, Yellow Ad marketing şirkətinin qurucusu, rəhbəri, iş adamı. Namiq bəy, xoş gördük. Xoş gəldin. Xoş gəlmisiniz. Bizim Açar layihəmiz həm də əsasən dərs xarakterlidir. Bunu məqsəd yönlü şəkildə mən izləyirəm və belə olmasını istəyirəm. Dərs odur ki, biz orada konkret nəyisə öyrənirik. Dərsi alan insan acdır. Dərsi verən insan isə o ac adamı doyuzdurmaq istəyən, ona yemək təqdim edən şəxsdir. Yubanmadan, uzatmadan o yeməyi verməlidir ona. Dərsi mən belə xarakterizə edirəm. Siz həm iş adamısınız, həm fədakar müəllimsiniz. Sizin haqqınızda çox xoş sözlər eşitmişəm hər zaman. Həm şirkət haqqında istəyirəm danışaq, həm marketinqin özü haqqında, Namiq müəllim. Bizə elə bir məlumatlar verin ki, biz onu heç yerdə eşitməmişik. Ümumi məlumatlar yox, konkret elmi, akademik məlumatlar verin. Marketinq nədir? Yellow Ad və yaxud Yellow Ad şirkəti nə vaxt yaranıb? Ümumiyyətlə marketinq şirkəti bu siz təsis etmişsiniz, bayaq dediyim. Məqsədiniz nədir və ümumiyyətlə marketinq nədir? Bizə anladın. Lap dərindən getdiniz, anladım. Dərs həqiqətən 4 hərfdən ibarət olsa da çox belə özündə vacib elementləri, həyati anlamları daşıyan bir sözdür. Çünki biz dərsi bir tərəfdən də ala bilirik kimdənsə, amma bizə eyni zamanda iş adamı xüsusiyyətimiz, insan xüsusiyyətimiz bizə həyat dərsləri də öyrədib. Yəni biz dərsi təkcə başqalarından yox, həyatdan da alırıq. Və siz dediyiniz kimi o həyatda karyera mərhələsinə, iş qurma mərhələsinə yeni qədəm qoyan insanlara bu dərsi çatdırmağa çalışırıq. Bunu universitet auditoriyasında da edirik, iş mühitində də edirik. Dərs həqiqətən çox vacib şeydir. İnsan dərslə böyüyür. Güzel. Dərs olmasaydı böyüyə bilməzdik. Marketinq nədir dedikdə? Marketinq çox maraqlı bir sahədir. Ümumiyyətlə elm kimi gənc elmlərdən sayılır. Bir 100-150 yaşı var, amma fəaliyyət sahəsi kimi minlərlə il var. Yəni insan yaranandan marketinq var əslində. Ona marketinq nədir tərifini verəndə bu akademik sahədə çalışanlar bilirlər. 2000-dən artıq tərif var. Hər kəsin də marketinqə öz yanaşması var. Marketinqə 2000-dən artıq tərif deyilir. Tərif deyilir, bəli. Mənim marketinqə öz yanaşmam var. İki cür yanaşma üstünlük verir. Mən öz təlimlərimdə də, o biznes təlimlərimdə də bunun üzərinə verirəm. Marketinq müştəriləri əldə etmə və əldə saxlama sənətidir. Mənim bir yanaşmam budur. İkincisi isə marketinq bir yarışdır. Kimlər sağ qalmaq üçün yarışır, kimlər birinci olmaq üçün. Yəni marketinqin əsas insani xüsusiyyətdən götürdükdə biz buna yarış kimi yanaşa bilərik. Çünki biz həyatımız boyu mübarizə aparırıq. Mübarizəmiz olur ki, bu həyatda ayaqda duraq, mübarizəmiz olur ki, hansısa uğur qazanaq. Və bütün həyatımız boyu marketinq bizi müşahidə edir. Biz bəzən bunun fərqinə varıq, bəzən yox. Çox gözəl. Yellow Ad şirkəti nə vaxt yaranıb? Sonra keçirik yenə marketinqə. Yellow Ad şirkəti 2011-ci ildə yaranıb. Bunu o vaxt bir yerdə işlədim. Azərlə bir yerdə, Azər Nəcəfovla bir yerdə bunu yaratdıq. Və qərara gəldik ki, biz bu şirkəti yaradaq. Və bizim bir fəaliyyət fəlsəfəmiz var idi. Fərq yaratmaq. Və biz fəaliyyətimizi 14-cü ildir ki, fərq yaradır konsepti üzərində qoruruq. Və biz hər zaman fərqlənmək, fərq qatmaq üzərində gedirik. Çünki marketinqin önəmli alətlərindən biri də odur, fərqlənmək. Biz fərqlənərək eyni zamanda müştərilərimizi də fərqləndirərək onları önə çıxarmaq istəyirik. Və şirkət 2011-ci ildən bu tərəfə
çox mərhələlər keçdi. İndi artıq şirkətimiz ölkənin ən böyük marketinq agentliklərindən biridir və biz bu uğura 14 illik zəhmət nəticəsində o böhranları, çalxalanmaları görə-görə gəlib çatmışıq. Həqiqətən çox çətin dövr yaşamışıq, amma indi şükür bunun nəticəsini görürük. Benim özümüzün marketinqimiz uğrunda apardığımız işdə bizim fəaliyyətimiz, dürüstlüyümüz, eyni zamanda da doğru strategiya yürütməyimiz nəticəsində şirkətimiz artıq özü də fərqlənə bilib. Müştərilərini fərqləndirməklə bərabər özü də fərqlənə bilib. Demək, mən sizdən marketinq barədə çox şey almaq istəyirəm bu gün konkret olaraq. Həm özüm üçün, həm də bizi dinləyən insanlar üçün. Demək, bir var şəxsi branding. Bu məşhur sözdür və vacib məsələdir. Özünü brendləşdirmə bacarığı. Bir də var məhsulu brendləşdirmə bacarığı. Hər ikisi vacib sahədir. Siz bizə deyin marketinqin əlifbasından, prinsiplərindən, hər iki sahədə, həm şəxsi brendinq sahəsində. Mən müəlliməm, mən musiqiçiyəm, sənət adamıyam və yaxud hər hansı bir həkiməm, hər hansı peşə sahibiyəm. Özümü brendləşdirirəm və başqalarından daha yüksək məbləğə öz əməyimi sata bilirəm. Bu proses necə baş verir? Şəxsi brendinq və məhsul brendinqdə. Bu proses istər şəxsi brendinqdə, istər məhsul brendinqində kifayət qədər uzun sürən və ağrılı prosesdir. Çünki burada nəyisə nail olmaq üçün nələrsə qurban verməlisən. Məhsulla bağlı məsələdə burada zaman və maliyyə çox böyük rol oynayır və biz burada artıq bir məhsulun brendləşdirilib bir səviyyəyə çatması üçün biz o məhsula bəlli xassələr, xarakterlər yükləyirik və bunu marketinq vasitəsilə insanlara kommunikasiya edirik, çatdırırıq ki, bu məhsul sənə hansı dəyər verəcək. Sən bu məhsula nail əldə etməklə nəyə nail olacaqsan, başqalarından necə seçiləcəksən. Məhsulun bir obrazı olur. Bir, yəni markanın deyək də, markanın özünün bir xarakteri olur və insan o markaya sahib olmaqla özünün həyat tərzini çarpdıra bilir və başqalarından seçilə bilir. Yəni, belə deyək, yuxarı klaslı, lüks segmentdə golf oyunu populyardır. Niyə populyardır? Golf oyunu bəlli bir segmentdə oynayacağı oyundur, bahalı oyundur və golf oyunlarında biz Rolex saatlarının reklamını görürük. Rolex özünü onunla assosiasiya edir. Baxın, bu önəmli məsələ. Assosiasiya. Bəli, assosiasiya olmaq. Anchoringdə. Şəxsi brendinqdə isə məsələ oxşar formatda gedir, amma burada şəxsin üzərində düşən məsuliyyət böyük olur. Markanı kommunikasiya edəndə bunun edən şəxslər, marka cansızdır da, amma markanı canlandıran ətrafda bir komanda var və bu komandanın bir kollegial rəyi olur və bunun nəticəsində marka bir yerlərə gedir. Səhv edirsə, bir yerdə səhv edir. Amma şəxsi brendinqdə sənin şəxsi brendinqini hansısa bir agentlik aparsa belə, sən şəxs olaraq atdığın bir səhv addım, öz başına bir səhv addım, illər boyu qurulan o məhsuldar brendinq fəaliyyətini bir anda yerə çırpa bilər. Və buna görə şəxsi brendinq daha ehtiyatlı davranılmalı olan daha çətin bir sahədir. Yəni o mənada çətin ki, bəli, markanın brendləşdirilib bir səviyyəyə gətirilənə qədər şəxsin brendləşdirilib yüksək səviyyəyə gətirilməsi daha qısa zamanda başa gələ bilər. Amma təbii ki, qısa zaman dedikdə 3 gün, 5 gün, 3 ay, 5 ay deyil, yenə də illərin söhbətidir. Amma səhvlər də bunu tez bir zamanda aşağı sala bilir, yəni yerə çırpa bilir. Şəxsi brendinqdə insan nəyi deməli olduğunu, nəyi deməməli olduğunu, nəyi geyinməli olduğunu, nəyin geyinməməli olduğunu, nəyi yeməli olduğunu, nəyi yeməməli olduğunu, kimlərlə oturub durmalı olduğunu, kimlərlə oturub durmamalı olduğunu, yəni hər bir fəaliyyət sahəsini hüdudlaşdırmalıdır. Təbii ki, burada kəskin sərhədlərdən getmir söhbət, amma ümumən insanın yaşamı, fəaliyyəti o yaratmaq istədiyi brendinə uyğun olmalıdır. Və burada onun təqdim etdiyi yenə xarakter var. İnsan şəxsi brendini hansı xarakterin üzərində qurur? Bunu cəmiyyət necə biri kimi tanıyır? Çılğın biri kimi tanıyır, çox ağıllı, intellektual biri kimi tanıyır, təmkinli biri kimi tanıyır və s. üsyankar biri kimi tanıyır. Yəni, markalarda qoyulan arxetip xarakterləri şəxslərə də aiddir dolayısıyla. Arxetip zaten
markaların şəxsləşdirilməsidir. O tiplər də elə formalaşır. Və şəxsi brendingin üzərinə qoyulan investisiya üçün davamlı fəaliyyət, sistemli fəaliyyət və səbr lazımdır. Konkret deyə bilərsiniz necə? Bu biraz ümumidir də bu. Biraz ümumidir. Yəni bir adamın brendləşdirilməsi üçün proses necə gedir? Bax siz bunu necə aparırsınız konkret? Biraz rahat formatdan deyək də, show biznes üzərindən deyək. Daha rahat format olur. Məsələn, bir müğənni istəyir ki, həm bahalı, elit təbəqənin... Bunu müəllimə də aid edilmək olar, təlimsiz. Yəni, aşağı-yuxarı demək olar. Aha. İstəyir ki, müğənni populyar olsun, amma ən yuxarı segmentin məclislərini aparsın. Aha. Kifayət qədər elitada olsun. Yəni, filankəsin pulu var, amma intelligensiyası aşağı səviyyədədir. Onların məclisləri üçün yox. Bəlli məclislər üçün olsun. Filankəs müğənnilər, məsələn, cəmiyyətdə çox populyar olsa da, olduqları məclislərə getməsin. Bəli, başdan bunu edə biləcəyim? Yox. Yəni, belə deyək də, edə bilər. Amma sənin xidmətini almaq istəyən, o sifarişçi tərəf, səni toya, məclisə dəvət etmək istəyən tərəf, sən deyəndə ki, məsələn, filan müğənni orada var, mən iştirak eləmirəm, deyəcək ki, başlıqda deyəcək ki, okey, səni qoyduq qırağa. Amma sən elə bir səviyyəyə gəlib çatmalısan ki, onlar sənin iştirak eləməyin naminə digərlərin üstünə xətt çəkə bilsinlər. Ona gəlib çatanda da mən şəxsi brendi yaxşı şəriyyədə formalaşdırmışam. O şəxsi ora necə çatıb? Ora çatmaq üçün bu imtinalarla adam əlinə düşəcək, məsələn, 5 dənə toy, şərtini deyəcək. 5 toyun 4-ünə imtina edəcək. Pulu az qazanacaq. Bəzən çətin yaşayacaq. Yəni, amma o özünün o duruşunu, obrazını qoruyub saxlayacaq. Və burada zaman ötdükcə insanlar biləcək ki, filan müğənni hər toya getmir. Artıq yavaş-yavaş o səviyyəni axtaranlar ona çıxmağa başlayacaq. Şərti deyirəm də, məsələn, əvvəl 1000 manat məbləğində, müqabilində o toylara gedən müğənni, sonraki periodda 3 il, 5 ildən sonra 5000 manata gedəcək və hər ayda, məsələn, 10 dənə toy yox, olacaq ki, ayda 2 dənə toya gedəcək. Və sonra qalxacaq 10.000. Artıq buna tələb bazardakı elitanın sayı ilə məhdudlaşacaq, amma elitanın sevimlisi olacaq. Yəni, mən bunu brendingin bəlli səviyyəsinə görürəm. Ola bilər ki, kütlə üçün özünü brending elə, bu daha rahatdır. Təbii ki, bayağılıq daha rahat o. Çünki insanların, belə bir yanaşma var da, insanların, mən özüm təsbit elədiyim bir şeydir. O Pareto prinsipinə yaxın bir şeydir. Yəni, insanların 10%-i mütləq şəkildə istənilən mühitdə öz duruşunu, düzgünlüyü saxlayan insanlardır. 10% də istənilən mühitdə o əyridirlər. Qalan 80% situasiyaya görə dəyişir. Yəni, yaxşılar üstün olarsa 80% yönəlir yaxşıya doğru, pislər üstün olarsa yönəlir pisə doğru. Eyni qaydada da intelligensiyanın gücü çox olduqda cəmiyyətin çox hissəsi intelligensiyaya meyl edir. Bayağılığın gücü çox olduqda bayağılığı. Bu dəqiqə Azərbaycan cəmiyyətində bayağılar güclüdür. Ona görə də biz bayağılara daha yönəlik, istər müğənnidə, istər televiziyada, efidə, şoumenlərdə, hamısında biz bayağı ona görə çox yönəlik ki, bayağılığın gücü çoxdur cəmiyyətdə. Onlar ağır olduqları üçün, o 10% bayağı, o mütləq bayağılar ağır olduğu üçün, qalanlar da, yəni 80% kütlənin xeyli qismi ora meyillənir. Bax, cəmiyyət belə dəyişir. Aydın. İndi burada iki dənə məsələni siz dediniz. Mən biraz açım bunu, dostlar da bilsinlər. Deməli, bir Pareto qanunu İtalyan iqtisadçı, sosioloqun verdiyi tezisdir. O da əslində bir Yapon səhvləməsi alimindən götürüb. 80-20. 80-in 20-yə qanunu. Şirkətin gəlirlərinin 80%-ni, müştərilərin 20%-ni təşkil edir. Nə bilim, şirkətdə baş verən problemlərin 80%-ni işçilərin 20% təşkil edir. Şirkətin uğurlarının 80%-ni şirkətin 20% işçisi təmin edir. 80-in 20-yə qanunu. Pareto qanunu. Bir bu məsələni dediniz. İkinci məsələni dediniz ki, güclü olmaq. Deməli, siz deyirsiniz ki, bir cəmiyyətdə, misal üçün, Azərbaycan 10 milyon əhalisi var və yaxud hər hansı bir cəmiyyət 100 milyon əhalisi var. Pareto qanununa görə 10%
Pareto qanunu 20%-dir da. Mən də Bu 20-ni 20%-in 10%-ı deməli yaxşılardır. Pozitivlər deyək. Pozitivlər. Şərt adlandıraq da. Yaxşı adamlar. Yaxşı adamlar. Ya, şərt belə deyək. 10%-i pis adamlardır. Bəli. Qalır ortada 80%. Bu 80% ortadadır. Əgər yaxşı adamlar güclü olsa, bu 80% ora meylənirlər. Daha çox hissəsi. Bəli. Yəni indi şərt 80-ə qədər də çata bilər. Bəli. Və yaxud 50%, 60%. Əgər pis adamlar güclü olsa, ora meylənirlər. Çox maraqlı tezdir. Bunun bir elmi əsası var, Namiq müəllim. Bu tezsin. Elmi əsası, Pareto qanunu bilirəm. Onlar Yox, aydın məsələ. Bu elm necə formalaşır? Təcrübədən, müşahidələrdən formalaşır. Bunu yəni mən özüm müşahidə eləmişəm. Sosiologiyanı çox sevdiyim üçün, sahədən çox oxuduğum üçün. Amma müşahidə eləmişəm və öz müşahidələrim, qənaətlərim, insanlarla çox ünsiyyətdə oluram və insanların o düzgünlük və ya əyriliyə meyilliyi məsələsində bunu müşahidə edib gəldiyim qənaətdir. Təbii ki, bu əslində sosioloqlar üçün yaxşı bir ipucu verirəm. Gedin bunu araşdırın. Araşdırsa maraqlı bir şeylər çıxa bilər. Bu mənim şəxsi təsbitlərimdir və şəxsi fikirlərimdir. Amma mən bunu özümü praktik olaraq insanlara münasibətimdə tətbiq edirəm. O tətbiq etdiyimdə xeyli dərəcədə doğru olduğunu müşahidə etmişəm. Və burada güclü deyəndə nəyi nəzərdə tuturuq? Güclü yəni pullu? Yox. Xarakter gücü. Yəni situasiyanın dəyişməsinə baxmayaraq insanın öz duruşunu, öz xarakterini dəyişməməsi, mümkün qədər o kənar mühit amillərinə qarşı dayanıqlılığı. Yəni sizin misalınızda Azərbaycan misalında siz deyirsiniz ki, bu dəqiqə şərti olaraq pislər Azərbaycanın şeyində 10% o pis daha güclüdür. Güclüdür. Mən də soruşuram ki, biz söhbət ondan getmirək, pis kimdir? Estağfurullah. Yox. Ümumiyyətlə abstrakt bir şey danışırıq. Mən də soruşuram ki, o güclünün nəyi var ki, güclü olub o pis adamın Azərbaycan miqyasında? Baxın, yəni başqa bir başa düşdüm. Pulu var da. Pul ola bilər. Pul yəni zəifdə o deyim, güclü bildiyimiz yaxşıda da ola bilər, pisdə də ola bilər. Məsələ necədir? Baxın, insan acdır. İnsan təməl ehtiyaclarıdır. Maslow tələbat iyerarxiyasında ən dibdə olan ehtiyaclar. Maslow'un ehtiyaclar piramidası. Bəli. Bax orada ən təməl ehtiyacın biri idi aclıq. İnsan acıdır. Məsələn, 1 saat, 2 saat, 3 saat, 1 sutka, 2 sutka. Düşünün iki insan. Biri yaxşı xarakterdədir. Yəni daxilən, ruhən güclüdür. Bunun mənəvi dəyərlər formalaşdırıb beyninə onun özünün bir dəyər anlayışları var. Digəri üçün çox da yoxdur anlayışlar. Hər ikisi acıdırlar. Və küçədən də bir uşaq keçir əlində yeməkdən. Uşaq yeməyi yeyə gedir. Şərti bir fantaziya qurur. O ac olan hər ikisi olduğu halda güclü olan uşağa heç nə etməyəcək. Onu uzağa baxar, belə deyim də, yəni özü də yemək istəyir, amma o gedib uşağın əlindən almayacaq onu. Amma o mənəviyyatı zəif olan gedib onu edəcək. Baxın, bizim cəmiyyətdə mənəviyyatı zəif olanlar, uşağın əlindən çörəyi alanlar daha güclü olduqları üçün cəmiyyətimiz bu qədər degradasiya olunur. Onlar güclü. Səbəbi nədir? Səbəbi Hüseyn Cavidin qəşəng sözü var, deyir. Turana qılıncdan kəskin ulu qüvvət, yalnız mədəniyyət. Bizdə mədəniyyət kasadlığı var və bunun hamısı təhsilə bağlıdır. Bizim 90-cı illərdən etibarən təhsil sistemimizin çökməsi, indi düzəldilməsi üçün cəhdlər edilir və son illərdə o çökmüş təhsil sisteminin məhsulunu biz belə deyim əldə edirik və Sovetin də o son illərində degradasiya olmuş cəmiyyət yarandı və bu cəmiyyətin məhsullarını yeyirik. Bizə Sovetin dövründə də danosçuluq, insanların bir-birinə torba tikmək, nəyisə qəsb etmək, mənimsəmək, oğurlamaq, çapmaq, dalamaq məsələlər olur. Biz hərbi məsələmiz var da, qəşəng biz çox istifadə olunur. Məsələn, atalar sözlərinin içərisində bizdə çox yaxşı tərəfə yönəldilər, pis olan. Məsələn, bacarana baş qurban deyə bir atalar sözü var. Can qurban. Can qurban. Mən qıcıqam ona. Nə deməkdir? Niyə xoşum gəlmir bundan? O əyri yolla nəyisə əldə edənlərə də sanki haqq qazandırır. Yəni, çox belə yanlış. Nağd olsun, soğan olsun. Niyə nağd soğan olsun?
Olar ki biraz gözləyəsən ki, soğan olmasın, nə bilim daha yaxşı bir şey olsun. Yəni insanlar indi bu dəqiqə nə isə əldə etmək, yəni tez basanı, hətta bu investisiya mühitində təsir edir. Biz uzun vədəli düşünə bilmirik. Qısa vədədə yalnız qarına işləməyə sövq edir cəmiyyəti. Və bizim əslində atalar sözlərimizin özündə də, yəni polemikaya səbəb olacaq bir sözdür, amma yəni atalar sözlərimizin özündə belə o mənfi, negativi cəmiyyətə yükləyəcək frazalar var ki, o frazaları o negativ istifadə edənlər çox rahatlıqla önə çıxarırlar və özlərini haqlı göstərirlər. Aydındır. Deməli, belə bir yanaşma var. Mən düşünmürəm siz o yanaşmanın nümayəndəsiniz. Sadəcə söhbət edirik burada. Mənsub olduğu cəmiyyəti büsbütün aşağılamaq, onu küt təqdim etmək. Təbii ki, mən şəxsən o cür düşünmürəm, siz də düşünmürəm ki, o cür yanaşırsınız. Sadəcə biz öz problemlərimizdən danışırıq. İndi burada bir sual verim sizə. Biz marketinqdən uzaqlaşdıq, marketinqin prinsiplərindən uzaqlaşdıq. Mən istəyirəm ora qaydaq, amma indi söz bura gəldi. Mən sizə bir sual verim. Yaxşı, xarakterli insan, siz deyirsiniz ki, mənəviyyatlı insandır. Gedib o uşağın əlindən yeməyi alması heç zaman. Uşağın əlindən yeməyi alan xaraktersiz adam, savadlı adam ola bilər? Ola bilər. Yəni, savadla mədəniyyət başqa şeylərdir. Savad anlayışı bir növ beynimizdəki bir hard diskdir, ora informasiya yüklənir. Bu bilikdir. Bilik bizə mənəvi bir şey vermir. O bilikdən nəticə çıxarıb, biz onu emal edib, zehnimizlə, beynimizlə aydınlanırıqsa, beynimizə bir nur o əmələ gəlirsə, biz artıq mənəvi cəhətdən zənginləşdiririk özümüzü. Yəni, savadlı adam akademik ola bilər, mənəviyyatsız olsun. O qədər görmüşük ki, azım olub ki. Azərbaycanda da olub və var. En qədər var. Universitetdə professorlardır, tələbədən rüşvət alır. İndi şükür yığışdırılıb da daha son illərdə aradan qalxıb. Bu adam necə cəmiyyət formalaşdıra bilər? İnsanlar buna yönəldir də, məmurdur, rüşvət alır. Eyni bir şeydir. Aydın. Yəni bu cəmiyyətin deqradasiya səbəbidir və mən o məmurun rüşvət almanın səbəbi də universitetdə müəllimin rüşvət almağı, məktəbdə müəllimin rüşvət almağıdır. Yəni mən özüm pedaqoji fəaliyyətdə məşğul olduğuma görə həqiqətən bəzən çox pis hiss edirəm ki, müəllim elə bir şey eləsin, müəllim uca bir addır, uca bir varlıqdır. Müəllim özünün duruşunu qorumalıdır. Müəllim gedib kiməsə rüşvət almamalı. Müəllim özünün güzəranını əgər müəllimliklə çatdıra bilmirsə, yəni yaşaya bilmirsə və əgər orada da davam gətirə bilmirsə, gedib başqa sənətlə məşğul ola bilər. Heç kim ona görə qınaya bilməz. Amma müəllim dolana bilməyib ki, rüşvət almağın haqq qazandırsa, bunun haqq qazandıracaq bir yeri yoxdur. Aydındır. İndi yenə də marketinqdən uzaqlaşmışıq. Bir dənə də burada sual verim, tezdən qaydaq marketinq xahiş edirəm. Mən istəyirəm ki, orada bir 2 dənə, 3 dənə, 5 dənə prinsip öyrənək. Demək, həmin o xarakterli, mənəviyyatlı cəmiyyəti formalaşdırmaq üçün nə etmək lazımdır sizcə? Xarakterli cəmiyyəti formalaşdırmaq üçün əslində hər kəsin populyar deyəcəyi şeydir ki, təhsil önəmlidir, amma təhsilin içində nə öyrədilir? Baxın, son dövrdə populyar olub soft skills. Soft skillsin içərisində, yəni yumuşaq bacarıqların içərisində çox önəmli olan məsələ var. Tənqidi düşüncə və mühakimə qabiliyyəti. Bizim insanlarımız düşünüb mühakimə eləmir. Niyə sualını vermir? Niyə sualını vermir? Çox vacib bir şeydir. Mən təlimlərimin birində etmişdim. Mən hər dəfə təlimdə slaydın qabağında kimisə bir frazasını yazıram. Deməli, bir təlimin birində hansısa bir frazanı yazdım. Misir filosofu nə Məhəmməd nəsə. O birisində də birində yazdım Che Guevara'nın oğlu kimsə. Və sonra uşaqlar da şəkil çəkirdi, maraqlı ifadədir. Bir saxladılar özlərini. Sonra sualı verdim. Tanıyırsınız bu adamları yox? Deyirəm, elə bir filosof yoxdur. Ya da Che Guevara'nın oğlu mən tanımıram. Mən özümdən uydurmuşum sözləri. Sadəcə şərti adları yazdım. Siz mühakimə eləmədiniz ki, bu kimdir? Girib axtarmadınız bu adam kimdir? Şəkli çəkdiniz. Yəni bunu atdınız. Bir-birinizə gözəl ifadədir, gözəl sözlərdir. Amma ayrı bir şeysə niyə sualını vermədi? Kim sualını vermədi? Necə sualını vermədi? İnsan sual verir. Uşaq böyüyəndə necə olur? Sual verir və böyüyür. Və biz sual vermirik. Hər bir
deyilən fikri ehkam kimi qəbul edirik, kör-körənə və oluruq kütlə. Kütləşmiş kütlə. Kütlə sözünün özü çox qəşəng mahiyyət ifadə edir. Yəni kütlə orada küt sözü var onun içərisində. Həqiqətən də o kütləşdirilmiş insan təbəqəsinə çevrilir. Ona görə mühakimə etmək lazım. Və təhsilin, insanların o mədəniyyətin, o yaxşı insanların yetişməsi üçün buna ehtiyac var. İnsan oxumalıdır və oxuduğunun fərqinə varmalıdır. Və bundan bir nəticə çıxarmalıdır. Əgər oxuduğunun fərqinə varmırsa, o gözü ilə kitabın vərəqlərini skan eləmək kimi bir şeydir. Heç bir faydası olmayacaq ona. Yəni şərt deyil ki, 20 dənə kitab oxuyasan, bir dənəsini oxu. O kitabdan 5 dənə cümlə götür. Bu yetərlidir. Zaten sən mühazirələr zamanı mən tələbələrə mənə deyirəm, mənim verdiyim bütün informasiyonu yadda saxlamayacaqsınız. Mən bir semestrdə keçdiyim dərsdən 20% yadda saxlayın, bu böyük uğurdur. Bunu öyrənin, net öyrənin. Mən tələbələrimi bir dəfə 3 il Lənkəran Dövlət Universitetində işləmişəm. 2 həftədən bir gedirdim, 2 gün dərslər deyib geri qayıdırdım. Bir tələbə vardı orada. Tələbələr çoxu şikayət edirdi müəllimlər ki, bəs belə də aşağı səviyyədədir. Mən təbii əyalət universiteti aşağı səviyyədə olacaq, amma bir tələbə vardı. Sual verdim. Söz danışıq əsnasında Marksdan danışdım. Təbii ki, biz Marksı yeni nəsil alimlər belə deyim, inkar etmiş vəziyyətdədir, amma Marksa da baxmaq lazım, deyək, Hegelə də baxmaq lazım. Hər birindən məlumatımız olmalıdır. Əmək dəyər nəzəriyyəsindən tələbələrin biri dedi, mən bilirəm. Bu oxuyan tələbə deyildi. Dedim, qalx ayağa, adı möhkəm idi tələbənin, yadımdan çıxmır. Əgər bunu düz desən, sənə 10 bal qiymət verəcəm, ən yüksək balı. Tələbə düz dedi. Dedim, hardan bilirsən? Dedim, birinci kursda hansısa müəllim demiş, yadda qalmış. Dedim, afərin, sən oradan onu öyrənmirsən. Bu lazımdır. Adam dedi və mahiyyətini izah edə bildi. Önəmli olan odur. Çoxlu bilmək yox. Nə isə bilirsən, təmiz bilirsən, öyrənirsən. Yəni, yalandan informasiyanı beyinə doldurmanın heç faydası yoxdur ki. Gərək onu tətbiq etmək öyrənirsən. Marketinq. Marketinqə aid hansı dərsləri tədris edirsiniz? Mən marketinqə aid deməli istehlakçı davranışın idarə olunması, yəni consumer behavior management adlanır, marketing management. İstehlakçı davranışı, istehlak psixologiyasıdır. İstehlak Davranış iqtisadiyyatı. Davranış iqtisadiyyatı onun aşağı yuxarı yaxın formatda bir şeylərdir. Sadəcə olaraq bu marketinq aspektindən olduğu üçün aşırı da psixologiyaya, sosial psixologiyaya çox bağlıdır. Çox bağlıdır. Və biz təbii ki, psixologiya və sosial psixologiyadan xəbərimiz olmasa o fənni tədris edə bilmərik. Çox maraqlı istiqamətdir və istehlakçı davranışı idarə olunması fənnində, məsələn, Azərbaycanda da ilk dəfə onun içərisində neyromarketinqi mən salmışam bir neçə dərs. İki mövzu ki, neyromarketinqdən danışım. Təəssüf ki, Azərbaycanda onu tətbiq etmək mümkün deyil. Mümkün deyə çox adam deyə bilər, amma avadanlıq lazımdır ona. O biraz tip sahəsi ilə də bağlıdır. Avadanlıqsız olmur. Sonra marketinq menecment, reklam işi ilə bağlı, ümumi marketinq, bundan sonra marketinq kommunikasiyaları, marketinq strategiyaları kimi sırf marketinqlə bağlı fənlər. Yəni marketinqdən kənar fənlər mən tədris etmirəm. Hətta mənə deyirəm ki, yox, marketinqdən kənara çıxmaq istəmirəm. Demək, Namiq, marketinq sahəsi o qədər vacibdir. Mən onun zərurətini başa düşürəm. Yəni məndə ən gözəl məhsul ola bilər. Mən onu sata bilmirəmsə, onun qiyməti yoxdur da. Yəni daha doğrusu dəyərsizdir. Həmin an üçün dəyərsizdir. Bəli, yəni dəyərsizdir də. Mən bunu bazara çıxarda bilmirəm də. Sata bilmirəm. Ən gözəl məhsuldur, amma mənim evimdə toz basıb qalır. Onun heç kim ondan xəbəri yoxdur. Bizə xahiş edirəm anlatın. Bir neçə prinsip öyrənək. Marketinq, indi mən də bir ikisini deyəcəm. Marketinq bir şeyi satmaq üçün istər öz savadımı satım, istər məhsulumu satım. Hansı prinsiplərdən keçməliyəm? Marketinq bazarı yaratmalıdır. Marketinq tələbatı yaratmalıdır. Burada ona görə də ilk növbədə bazarı öyrənmək lazımdır ki, insanlar nəyi alır və ya nəyi ala bilər. Bazara uyğun məhsul çıxarmaqdır. Təbii ki, şərtlərdə bazara uyğun məhsul çıxarmaq kifayət qədər çətindir. Çünki bazar da getdikcə fərqliləşdir və insanlar daha individual məhsullara yönəlirlər. Bu çox çətindir və böyük markalar burada fəaliyyət göstərir, mübarizə aparırlar. Bir prinsip odur. Amma ikinci bir məsələ var ki, elə bir unikal məhsul çıxara bilərsən ki, bazarda ona tələb yarada bilərsən. Yəni bazarın
bəzən olur ki, bazarın tələbi nəyə uyğundur bilib daha rahat yoldan gəlir. Amma bir də var ki, insanların beyninin dərin qatlarında yatan bəlli ehtiyaclar var. Və bu ehtiyac hələ tələbata çevrilməyib və o tələbə çevrilməyib. Mən eləmişəm dərslərdə həmişə o fərqləri izah edirəm. Ehtiyac, tələbat, tələb. Ehtiyac ən böyüyüdür, tələbat daha kiçik və tələb də bizim cibimizdəki pula bərabərdir. İnsanın ehtiyacı beyninin alt qatında yata bilir. Biz elə bir məhsul çıxara bilərik ki, daha doğrusu elə araşdırıb tapa bilərik ki, o ehtiyacı müəyyən edək. Sonra ehtiyaca uyğun məhsul çıxaraq və məhsul çıxarıldığı halda bu ehtiyacı tələbata çevirək və insanlar artıq o məhsulu almaq istəsinlər. Sonra da tələb formalaşdırsınlar, yəni o məhsulu alsınlar da, yəni pulu çatacaq, pulunu verib alacaq, çatmayacaq, kredit götürüb alacaq və s. Yəni ehtiyacdan tələbə qədər gedən yolu biz formalaşdırmalıyıq. Bunun üçün də insanları öyrənmək lazımdır ki, bu insanların beynin alt qatında olub istədikləri məhsul nə ola bilər? Məsələn, bəzi şirkətlər araşdırma edirlər, soruşurlar bazarda insanların zövqüncə olan məhsulları rahat istəsələr. Amma bəzi şirkətlər nə var ki, dərinliyə düşürlər və insanların hansı məhsula yox, hansı rahatlığa ehtiyacı olduğunu müəyyənləşdirirlər, hansı aktivliyə ehtiyacı olduğunu müəyyənləşdirirlər və ona uyğun məhsul çıxarırlar. Bu marketinqin əsas məsələlərindən biri də odur. Və bir də önəmli məsələ marketinqdə müştəri münasibətləri. Müştəri hər zaman dəyərlidir. Haqlı olmaya bilər müştəri, amma hər zaman dəyərlidir. Haqsız olsa belə dəyərlidir. Ona görə o müştəri ona görə dəyərlidir ki, sənin mövcudluğunu təmin edir, onun verdiyi pul təmin edir. Ona görə ona dəyər verirsən, müştərini özünü hər zaman dəyərli hiss etdiyi markaya, münasibətə sadiq qalır. Bu qədər. Yox, burada bu qədər deməyə hələ vaxt burada çoxdur. Bu qədər. Burada bu qədər. Söhbət çox. Deməli, konkret bir sual verim sizə. Konkret deyəcəm. Zeyni Parfüm şirkəti bizim Sosiologiya Akademiyasının və onun içində açar layihəsinin 2 tərəfdaşından biridir. Digəri də Tayqa Ticarət və Hacı Sayıları. Demək, Zeyni Parfümün rəhbəri ilə söhbət edirik 2 gün bundan öncə və mən ona deyirəm ki, əziz dostumdur, dəyərli dostumdur. Deyirəm ki, bizim paylaşımlarımızda 1 ay, 2 ay ərzində son 2 ayın statistikası təxminən 4 milyon baxışdır. Əladır. 4 milyon baxış. Konkret faydalı faydalı kontentin məsələsi bu. Cəmiyyətdə yaxşıların sayı artdıqca o 80% yönəlir. Bu 4 milyon onun göstəricisidir. İndi bax mən sizə sual verirəm. Müəllim də deyir ki, Zeyni Parfüm şirkətinin rəhbəri mənə deyir ki, mən bir marketoloq gətirəcəm şirkətə. Təzə bir marketoloq gətirəcəm və ondan istəyəcəm ki, bu rəqəmi araşdırsın. Görək bu rəqəm bizim satışımıza nə qədər təsir edib. Bunu müəyyənləşdirmək olar, Namiq müəllim? Olar. Yəni, bu qədər baxış varsa, satış çoxalıb və yaxud azalıb. Bunu necə müəyyənləşdirmək olar? Satışın artıb azaldığını zaten statistika ilə bilirlər. Sadəcə olaraq artıbsa əgər nə qədərinin bu proqramın üzərindən, buradakı baxışların üzərindən getdiyini ölçmək rahatdır. Necə? Yəni o satış yerlərində artıq sorğu anketləri falan qoymalıdır ki, hər müştəridən hardan məlumatı aldığını soruşsun. Bu çox sadə bir mexanizmdir. Onun əsasında müəyyənləşdirə bilərlər. Amma bu rəqəm öz-özündə yaxşı rəqəmdir də. Öz-özünə yaxşı rəqəmdir. 2 aylıq, 3 aylıq fəaliyyəti olan bir proyekt üçün kifayət qədər yaxşı bu. Yox, təkcə açar layihəsi üçün deyil bu. Ümumilikdə bizim digər orada fəaliyyətlərimiz də var, efir fəaliyyətimiz var, paylaşımlarımız var. Hamısına aiddir bu. 2 ayın statistikası 3-4 milyon yaxşı arası. statistikadır, normal statistikadır. Bəli, baxışdır. Gəlirik. Yəni organik düzdür, organik baxışlardır, yəni reklam hesabına deyil. Organik, bəli. Organik kifayət qədər yaxşı. Organik baxışlardır, reklam hesabına deyil. Zaten çünki reklam hesabına, ödənişli reklam hesabına olan baxışları da biz eksperiment eləmişik. Orada yüksək məbləğlər pul xərclənilir, amma baxış sayı o qədər də olmur heç. Amma organik deməli TikTok, Facebook Sosiologiya Akademiyası və YouTube Mail Yaqub platforması üzərində ümumilikdə bizim bu qədər baxışımız olub. İndi gəlirəm marketinqə. Hansı səhvləri edirlər bizim iş adamlarımız marketinqlə bağlı konkret sizcə?
İş adamlarımızın marketinqlə bağlı elədiyi səhvlər çoxdur. Birinci səhv marketinq hansısa qohumu gətirib başında qoyub bu uşaq da bacarıqlı uşaq da marketinq işini aparsın deyəcək qədər xəffə alınacaq bir iş deyil. Marketinq peşəkar tələb eləyir. Bu məsələnin birinci tərəfi. İkinci tərəfə marketinq heç də CEO-nun bacaracağı və ya hər kəsin bacaracağı bir iş deyil. Peşəkar tələb eləyir. Bəzən şirkət rəhbərləri düşünürlər ki, mən bir ideya verdimsə, deməli mən marketinq cəhətdən hər işi görəcəm və ideyanı mən verirəm də bir dənə dizayner otusturum, oradan postu hazırlasın. Sonra bir adam gətirir bir bu iş bəs burada marketoloq kimi işləsin. Doğru deyil, peşəkarlıq tələbi. Marketinq işinin idarə olunması üçün doğru mexanizm odur ki, şirkətin ya bir marketinq meneceri olur, daha böyüksə bir marketinq şöbəsi olur və bu şöbə araşdırır, özünə uyğun agentliklər seçir. Özünə uyğun digər vendorlar seçir. Məsələn, tutam ki, istər sosial medianın idarə olması, istər digər dizayn, reklam filmi və s. çəkilməsi üçün bir agentlik müəyyənləşdirir. Promo məhsullarının istehsalına məşğul olan, deyək, promo istehsalçısını müəyyənləşdirir. Bütün bunların hamısını koordinasiyalı şəkildə idarə etməlidir. Və bunu edəcək peşəkar şəxsə ehtiyacı var. Bunların hamısını əgər şirkət rəhbəri öz eləmək istəsə, ya katibəsinə tapşırsa, ondan elə effekt alamayacaq. Effekt alar bəlkə də hansısa daydaylı şirkətsə, monopolist gücü varsa alacaq effekt. Amma yəni normal bazar şərtlərində mübarizə aparırsa, bu ingiliscə survive edirsə, o nəticəni ala bilməz. Bazara təzə girən adam reklam mexanizmini necə qurmalıdır? Misal üçün, mən bunu istehsal eləmişəm, çox faydalı məhsuldur, fərqlidir, Setqadin. O deyir ki, fərqlilik olmalıdır mütləq. Mən bunu istehsal eləmişəm, çıxartmışam bazara, bazarda təzəyəm. Heç kəs məni tanımır istehsalçı kimi. İstər şəxsi brendingdə olsun, istər məhsulda olsun, fərqi yoxdur. Mən reklam mexanizmini necə qurmalıyam? Konkret danışın. Bu məhsuldan ya sosial şəbəkələr üzərindən, ya nə bilim billboardlar üzərindən nəsə neçə müddət getməlidir? Fərqlidir. Məhsula və sektora görə fərqli olur. Onun üçün konkret müddət demək mümkün deyil. Elə məhsul ola bilər ki, kütləvi tələbat malıdır və o məhsulda məsələn, hətta bir influencerlə bu işi görmək belə kifayət qədər effekt verə bilər. Elə məhsul ola bilər ki, spesifik məhsuldur və onun üçün çox fərqli kanallardan səy göstərmək lazımdır. Bəzən də ola bilər ki, burada seçimlər var. Məsələn, mən deyim ki, məhsulu mən tanıdım. Hansısa rəy liderinə, influencerlə anlaşım, mənim influencer seçimim yanlış ola bilər və orada mən uğur qazanmaya bilərəm. Ona görə biraz məhsulun xarakterini araşdırmaq lazımdır. İstehlakçı kim olacaq, bunu müəyyənləşdirmək lazımdır. Bu istehlakçıların davranışını müəyyənləşdirmək lazım ki, bunlar necə davranırlar, nə yeyirlər, nə içirlər, hansı kanallara baxırlar, hansı radioları dinləyirlər, hardan keçirlər, sosial mediada nəyi izləyirlər və bütün bunları bildikdən sonra onlara uyğun qərar verilməlidir. Konkret misal göstərə bilərsiniz? Konkret misal deyək ki, necə bir misal deyirsiniz? Formul yoxdur konkret, amma konkret situasiyaya görə o davranış olunmalı. Misal üçün, Zenit Parfum şirkəti çox gözəl satış həyata keçirir. Satışını daha çox etmək üçün nə etməlidir? Və yaxud Zenit Parfum kimi digər şirkətlər. Bunun konkret mexanizmi nədir? Birinci baxmalıdır bazarın hansı segmentindədir. Yəni, bunun məhsul satdığı segment kütlə kimlərdir? Yəni, alıcıq qabiliyyəti baxımından, təhsil səviyyəsi baxımından, cinsi, yaşadığı ərazi baxımından. Birinci öz kütlələrini müəyyənləşdirməlidir ki, mən hədəf kütləm kimdir? Sonra bu artıq hədəf kütləyə harda rast gələ bilərəm, harda hədəf kütləni tapa bilərəm, o yerləri müəyyənləşdirir. Sonra hədəf kütlə ilə hansı dildə danışmalıyam, bunu müəyyənləşdirir, yəni hədəf kütləyə müraciət üslubunu və bundan sonra artıq kommunikasiyasını qurur, onlarla əlaqəyə keçir. Yəni, reklam edəcək, sosial mediada bir, deyək ki, rolik çəkəcək, reklam filmi çəkəcək, onu paylaşacaq, ya bir post paylaşacaq, onu reklam edəcək. Artıq bunu ondan sonra verəcəyi qərardır. Çünki hədəf kütləni öyrənməlidir, ondan sonra bu kommunikasiyanı qurmalı. Konkret bir rəqəm var. Misal üçün, mən bildiyim qədərilə hər 1000 nəfər adam, yəni 1000 nəfərə çatdırmısansa bu məhsulun reklamını, o hər 1000 nəfərdən bir adam əgər sənin müştərin olsa, bu böyük olurdu.
Konkret bir rəqəm var. Misal üçün mən bunu istehsal Satış etmişəm qıfı, bu gün. satış qıfı belə deyim, prinsipindən deyirsiniz. Satış qıfı prinsipində maksimal 5%-dir. 5% uğur qazanırsansa, yəni 5% satış eləmisənsə böyük uğur sayılır. Necə 5%? Nəyin Yəni 5%? kommunikasiyanın çatdığı, müraciət elədiyin, sənin məhsulun haqqında informasiyanı ötürdüyün insanlardan Aha. 5%-dən sən satış geri dönüşü alırsansa çox böyük uğur sayılır. O siz dediyiniz 1% o Heç misal. 1% deyil o. 1% deyil, 0.1%-dir. Bəli, bəli. Yəni bir də informasiyanın çatdığı yerlər var da insanlara. Sosial mediada 1000 nəfərə çatan informasiya ilə konkret mağazanın içərisində 100 nəfərə çatan informasiya bir deyil. O 100 nəfərə çatan informasiyada geri dönüş gücü daha böyükdür, nəinki o 1000 nəfərdə. Harda üzr istəyirəm. Məsələn də deyək ki, konkret deyək ki, parfüm markasıdır. Aha. İçində hansısa bir dənə təzə bir ətir növü var. Bəli. İstəyir onu daha çox alıcılara çatsın. O mağazaya gələn insanlara həmin ətiri, konkret ətiri satma ehtimalı daha çoxdur. Yəni onların hər 100 nəfərdən məsələn birinə, üçünə, beşinə, nəinki sosial şəbəkədə bir post paylaşıb reklama qoymaq. Çünki insanların olduğu məkanda məhsula münasibəti məsələsi də var. Hə, başa düşdüm. Buna görə. Aydındır. İndi misal üçün, çünki biz bu konkret bu məsələ ilə birbaşa işləyirik özümüzdə. Özümüzdə təlim keçirəm mən. Deməli, davranış iqtisadiyyatı sahəsində, liderlik prinsipləri sahəsində ciddi özdə mütaliələr əsasında biz deməli öz işimizi, təlimimizi ödənişli reklamla insanlara çatdırırıq və orada müəyyən geri dönüşlər olur. Müəyyən geri dönüşlər. Adətən biz reklama pul xərcləməyə qorxuruq. Bəli. Niyə? Çünki qaranlıqdır bizim üçün. Geri dönüşü bilmirik. Çünki ölçməklə bağlı bir mexanizm formalaşdırmamışıq. Məsələn, 1000 manatlıq, 2000 manatlıq mən sosial şəbəkədə reklama pul xərcləyirəm. 1000 manat müqabilində bu 200-300 min adam baxır buna. Misal üçün. Bəli. Instagramda, Facebookda, YouTube'da biraz fərqlidir. 1000 manat pul xərclədim. Bax, mən sizdən konkret cavab almaq istəyirəm. 300 min baxış oldu buna. Sizcə bu 300 min baxışdan neçə faizi ən pessimist şeydə geri dönüş olur? Ən pessimist variantda. Baxın, burada yenə deyim, hədəfləmədən çox şey asılıdır. Siz 1000 manat pul xərclədiniz. Tutan ki, sizdə təlimdir. Bu təlimi siz reklam qoydunuz, 300 min adam baxdı. Bu 300 min adamın 100 mini tələbədir. Və bunların içərisindən siz 1000 nəfər də geri dönüş əldə edə bilərsiniz. Hədəf kütlə. Amma siz məsələn onu həmin hədəf kütləni tutan ki, reklam etdiniz. Hardasa tutan ki, bazar ərazisində, bazarda alver edənlər kütlə oldu. Ya deyək ki, tikintidə çalışan fəaliyyələrin olduğu segment düşdü. Çoxluq buna düşürsə, deyək ki, 200-300 minin 280 min ora düşdüsə, sizin geri dönüşü alma ehtimalınız daha aşağıdır. Yəni sizin məhsula ehtiyacı olacaq insanları tapıb onlara göstərmək lazımdır. Biz adətən o targetləri düzgün seçirik. Hədəf kütləni düzgün seçirik. Yəni tələbələr, bu sahəyə məşğul olanlar, bu sahəyə maraqlananlar orada müəyyənləşdirilir. Bütün onları nəzərə alaraq mən 300 min, 400 min, 500 min adama çatdırdım öz elanımı. Geri dönüş sizcə nə qədər ola bilir? Ən pis halda. İkinci məsələ lokasiyadan da başqa, bir də kontent var. Sizin məzmununuz o insanlar nə qədər çəkir? Sizin məhsulunuzun unikal ticarət təklifi nədir? Yəni sizin məhsulunuz insanlara konkret hansısa fayda verir? Məhsulunuz insanlara ümumiyyətlə maraqlıdırmı? Bunu biz bilməyək. O insanlara maraqlı olmadığını biz iddia edə bilmərik. O insanların geri dönüşləri bizə göstərəcək. Sizin məhsulunuz insanlara maraqlı olmasa, geri dönüş aşağı olacaq. Sizin məhsulunuzun onlara verdiyi fayda onların gözlədiyi səviyyədə olmasa, geri dönüş aşağı olacaq. Məhsulunuzun haqqındakı informasiyanı çatdırma şəkliniz kifayət qədər net, aydın və cəlbedici olmasa,
geri dönüş aşağı olacaq. Yəni ona görə bir çox faktorlar var da. Faktorların hamısı düz yerində olmalı, siz çox geri dönüş edə biləsiniz. Təbii ki, 300 min adama siz məhsulunuzu göstərmisinizsə, 300 min də geri dönüş etməyəcək. Çünki bu 300 min adamın hamısının bizim məhsula ehtiyacı var deyə bir şey yoxdur. Bunların içərisindən deyək ki, 300 minin içərisindən 10 mini sizin məhsula ehtiyacı olan insanlardır. Düşünək ki, elədir. 10 minin içərisindən sizə 10 minin deyək ki, 5 min də geri dönüş eləyə bilər, 500 də geri dönüş eləyə bilər, 5-i də geri dönüş eləyə bilər. 10 min hamısı geri dönüş eləyəcək, elə bir şey olmur. Demək olar ki, olmur. Səbəb də odur ki, insanların bir çoxu baxır, hə, vaxtım olanda baxaram, qərarı ertələyir. İnsanların qərarı ertələmək kimi bir xüsusiyyəti var axı. Dərhal indi geri dönüş eləmir. Qərarı ertələyir və yaddan çıxır. Və bu səbəbə görə sizin geri dönüşünüz istənilən halda o hədəf kütlə, lazım olan hədəf kütlənin hamısını siz geri dönüşə ala bilməyəcəksiniz. Və burada da geri dönüş faizi əgər tutalım ki, siz insanlardan 15-20 faizi bir geri dönüş almısınızsa, yəni maraqlanıbsa, çox yaxşı bir nəticədir, fantastik nəticədir. Ki, siz çatdığınız məlumatı ödəyirsiniz, hər 100 adamdan 20-si sizdən məhsul haqqında nəsə soruşursa, deməli, kommunikasiyanız çox əladır. Qalır indi bunları üz-üzə satmaq. Bu artıq... Yox, %22 olmur. Yəni, olmur, fantastik nəticədir. 300 min adam, 500 min adam görürsə, bunun maksimum bir 300 nəfər bundan maraqlanır. 1000 nəfərdən biri. Bəli. Maraqlanır hələ. Bəli, maraqlanır. Deməli, kontentiniz onlar üçün çox maraqlı deyil, ya da hədəf kütlə ilə bağlı məsələlərdə nəsə problem var. İkisindən biri. Əsasən. Sizin bir də ehtiyac məsələsi də, o adamların ehtiyacı olduğu. Sizin konkret düsturlarınız var. Tutaq ki, sizin şirkətə müraciət olunur. Siz zəmanətlə iş görürsünüz. Zəmanətlə iş görürük, amma iki şərtimiz olur. Tək şərt olur da araşdırma. Biz kommunikasiya qurmazdan öncə tələb qoyuruq ki, araşdırma şirkətinə vəsait ödəyirsiniz, bəlli suallar müəyyənləşdiririk, onlar araşdırır, nəticəni veririk. O araşdırma nəticəsində əsasında biz kommunikasiya qururuq. Kommunikasiya quruldu, başa çatdı, ondan sonra bir də araşdırma edirik. Görək ki, burada nəticələr real olaraq nədir? Bu halda araşdırma olduğu halda zəmanət veriyor. Azərbaycan bazarında da şirkətlərimiz araşdırmaya pul sərf etməkdən qorxurlar. Artıq pul hesab edirlər. Hansı ki, əslində o çox vacib bir belə deyim investisiyadır. Onu etmirlər. Onu etmədiyi halda da biz zəmanət verməyirik. Çünki marketinq fəaliyyətin rasional tərəfləri olduğu kimi emosional tərəfi də var. Rasional olur ki, bəlli satış hədəfi var, bəlli rəqəmlər var. Onun üzərində emosional tərəf ki, insanların duyğularına xitab edirik. Və burada proqnozlaşdırmaq çətindir. Məsələn, mən kommunikasiya qurdum. İnsan da faktik olaraq ona çox faydalı bir kontentdir və ona lazımlıdır o. Amma insan geri dönüş eləmir. Səbəb ola bilər ki, məsələn də ona lazımdır, həmin anda o sevgilisindən ayrılıb, əhvalı yaxşı deyil. Onun üçün maraqlı olmayacaq informasiya. Çatdı üstünə, klik elədi, ya ötdü, keçdi. Demək, insanların burada emosional durumları böyük rol oynayır. O da göz ardı olmayacaq bir faktordur. Yəni, ona görə marketinqdə həmişə belə şeylər riski olur. Amma kommunikasiya hər şey doğru qurulubsa, əksər hallarda uğurlu olur. Sadəcə rəqəm dəyişməsi fərqi ola bilər. Yəni ki, rəqəm təxmin elədiyimiz qədər olmaya bilər, az olar. Ya da təxmin elədiyimizdən çox olar. Yəni, təxmin elədiyimizin bir 50%-nə çatırsınız? Bəzən o təxmin elədiyimizi artmışıq. 2-3 dəfə artdığımız olur. Məsələn, elə kampaniyalarımız olub ki, bizim 10 dəfə, 15 dəfə daha çox effekt verən. Elə hallar da olur. İndi sizə müraciət olunur şirkətinizə, Namiq müəllim. Təbii ki, yenə də o araşdırma üçün ödənilən məbləğ də itmir. Əlbəttə itmir. Yəni, satışdan hər halda o əldə yenə geri qayıdır da. Araşdırma edən şirkət bunu araşdırmaya vəsait ayırıbsa, o çox daha artıq nə əldə edir? Müştərilərin şirkət haqqında məlumatını, məhsul haqqında məlumatını, biz kommunikasiya sonrası araşdırma edəndə bunu görürük ki, bəlli informasiyalar formalaşır. Bu sənə gələcəkdə o müştərilərə daha çox satıb, daha çox pul qazanmaq imkanı verir. Bu araşdırma çox gözəl bir şeydir. O araşdırma ilə doğru şəkildə istifadə olunubsa, ona sərf olunan vəsait heç vaxt itmir. O investisiyadır və davamlı şəkildə özünü doğurda biləcək investisiyadır. Yəni, bir şirkət, hansısa şirkət araşdırma edib, bu uğurlu nəticəni gördükdən sonra heç vaxt araşdırmanı saxlamır. Mütəmadi araşdırmaların üzərində işləyir ki, bu araşdırma olunmalıdır. Yəni, biz təcrübəmizdə çox görmüşük. Araşdırma olunan işlər
o kampaniyaların, araşdırma olan kampaniyaların hələ uğursuz olanı olmuyor. Hamısı uğurludur. Yəni uğursuz o halda olar ki, sən araşdırma edəsən, verəsən işin naşı agentliyi, işini bilməyən agentliyi. Amma Yellowat kimi bir agentlik bu işi görəcəksə, təbii ki, orada elə bir söhbət ola bilməz. Araşdırma olsun tək. Əlimizdə məlumat olsun ki, onun üzərində işləyək. Birinci deməli gəlir bazar araşdırması. Bazar araşdırması. Bazarda bu məhsul və buna bənzər məhsullar vəziyyəti necədir? Bəli. Hansı qiymətə təqdim olunur? Biz hardayıq? Və insanlar o məhsullar haqqında nə düşünür? Aha. Bunlar araşdırılmalıdır. Ondan sonra onlara strategiya qurulur. Və bu strategiya qurulduqdan sonra strategiyanın kommunikasiya media ayaqları qurulur. Yəni mən ümumi stratejimi müəyyənləyirəm araşdırma əsasında və onun əsasında kommunikasiya stratejimi müəyyənləşdirirəm. Kommunikasiya strategiyamın əsasında media strategiyamı müəyyənləşdirirəm. Hamısı bir-birinə bağlı. Və bunun əsasında işi görürəm. Mən 50% niyə görə dedim? Yəni ən azı 50% təxmin etdiyiniz məbləğin 50% geri dönüş olur da. Daha doğrusu çatırsınız da o hədəfə. Hə. Heç olmasa. Olur əlbəttə. Az olan da olur, çox olan da olur. Amma yəni ümumi hədəf qoyulubsa, hə, məsələn mən bu nöqtəyə bu qədər adama çatacağam, bu qədər məhsul satacağam, əsasən 50%-dən çox olur. Onu siz müəyyənləşdirirsiniz, şirkət. O bizə satış məlumatları verilir ki, biz bu kampaniyanı elədik, satışın geri dönüşləri ki, kampaniyaya qədər səbəb bu idi, kampaniyadan sonra bu olur. Bəzən belə bir şey olur ki, məsələn mən may ayında bunu araşdırma edib, planlaşdırma etmişəm, iyunda kampaniya etmişəm. İyun ayında kampaniya edib, mənim nəticəm hədəfin çox üzərində də ola bilər, biraz altında da ola bilər. Məsələn, deyim ki, elə məhsuldur ki, iyun ayında ona, yəni yay aylarına tələbat çoxdur. Mənim belə deyim, hədəfim 100% isə mən 150 əldə eləmişəm. Bu mövsüm katalizator rolunu oynayıb, biraz da artırıb onu. Elə ola bilər ki, iyunda satış səviyyəsi əslində aşağı düşür. Bu halda mən hədəf qoymuşam, 80%-ə nail olmuşam, ya da 100%-ə nail olmuşam. Əslində o demək ki, mən 100 yox, məsələn, bəlkə də 150-yə nail olmuşam. Mövsüm səbəblərdən mən 100 nəticə əldə etmişəmsə, deməli çox daha irəlidəyəm. Yəni insanların o kommunikasiyamın effektivliyi baxımından çox daha irəlidə olmuş sayılır. Çünki çox başqa faktorlar da təsir edir. Yəni bütün hallarda marketinq şirkətləri ilə işləmək vacib şərtdir. Olmazsa olmazdı. Bəli, yəni o bütün o bazar araşdırmalarıdır, bütün o mexanizm onların əlindədir də, struktur onların əlindədir. Dan Ariely yazır, deyir ki, 2 dənə məşhur əsər var da, Predictable Irrational, bir də The Upside of Irrationality. Deyir ki, 1940-cı illərdir, səhv etmirəmsə orada, bir keyk bazara verilir, hazır. Və bu tortun satışı zəif olur. Marketinq araşdırmaları başlayır. Niyə zəifdir? Çox yaxşı keysdir. Və bir xanım, adını da orada qeyd eləyir, indi unutmuşam adını. O gəlir, deyir ki, insan xanımların psixologiyası belədir. Keyki xanımlar alır adətən. Dəyər qatmalıdır özündən. Bəli. Dəyər qatmalıdır. Bir dənə yumurtanı icazə verir xanımlar evdə özləri qatsınlar bu. Hazır keykin məhsullarını verək ona, bir dənə yumurtanı və bu egg theory, yumurta nəzəriyyəsi adlanır. Ki, özü də bir nəsə əlavə elədi, zəhmət çəkdi. Və belə eləyirlər, satış çoxalır. Nə qədər mühümdür insanların psixologiyasını bilmək marketinqdə. Xırda bir nüans var ki, o, yəni şirkətin taleyini əldə edə milyonları qazandıra və ya itirtirə bilər. Yəni xırda nüansdır. Amma görürsünüz, fərq var. Və yaxud indi bu başqa кейsdir, başqa mövzudur. Bir şirkətdə şirkətin sahibi çalışdığı köməkçisi ilə sevgi macəraları yaşayır və şirkətin bütün o əməliyyatları keçir o xanımın əlinə, şirkət nə boyda ziyan eləyir. İndi düzdür, bizim marketinq mövzumuza aid deyil, bəlkə də menecmentə aid, bəli. Və başqa bir misal, yenə də o Dan Ariely'nin misalı çox gözəldir. Deyir ki, Tom Sawyer'in macəraları, Mark Twain deyir ki, Tom Sawyer hasarı rəngləyir. Oxumusunuz da onu. Hasarı rəngləyir və təbii ki, zəhmət tələb edir hasarı rəngləmək.
Və dostları gəlirlər. Başlayır dostlarına bunu aşılamağa ki, bu hasar rəngləmək əyləncəli bir şeydir. Zəhməti olan bir şeyi əyləncəli bir şey kimi təqdim eləyir. Və o qədər bunu maraqlı təqdim eləyir ki, dostlar deyir ki, onda onlar bizdə hasarı rəngləyək və əylənək, deyir ki, onda mənə pul verməlisiniz, ödəniş eləməlisiniz. Bayaqdan xahiş eləyəcəyiz ki, gəl mənə kömək elə. İndi hələ onlara bir minnət qoyur, onlardan pul da alır. Bu da marketing bir növüdür. Anchoring. Bəli. Lövbər salma, lövbərləmə, pərçimləmə. Başqa, Namiq müəllim, bir-iki prinsipdə öyrənmək istəyirəm sizdən konkret marketinglə bağlı. Hansı ki, bizim iş adamlarımız baxacaqlar bu verilişə, harada səhvlər eləyirlər, o strategiyada, hansı ki, sizin onlara tövsiyələriniz var? İki məsələ var. Bir sistemlilik, marketing fəaliyyətinə qədər irrasional tərəfləri olsa da o sistem tələb edir. Sistemlik vacibdir. Yəni bir stratejini qurursansa sistemli şəkildə o xəttə sadiq qalmalısan. Biraz səbr lazım olur, amma bu da vacib məsələdir. Və nəhayət bir də outsource etməyi bacarmaq. Yəni marketing fəaliyyəti mütləq tələb edir. Çünki sən bütün işləri özün daxildə görə bilməzsən. Mütləq şəkildə bunu paylaşmalısan. Bəzən Azərbaycan şirkətlərində çox görünür. Yəni istər elektronika satışı ilə məşğul olan şirkətlərdir, mobil operatorlarımızdır, banklarımızdır. Hamısı daxilə götürürlər. Özünə bir mütəxəssis, bir dizayner götürürlər, bir copywriter götürürlər və SMM-cə agentliyin mikro modelini daxildə qururlar. Elə fikirləşirlər ki, uğurludular. Uğurlusu mu deyilsiniz, dibidəsiz. Sadəcə olaraq ona görə uğurlu görünürsünüz ki, bazarda hamınız eyni havadasınız. Yəni əlinizdə bəlli monopolist rıçaqlar var. Ya zəlzələdən, ya vəlvələdən var. Ona görə məhsulunu sata bilərsiniz. O bazara, məsələn, normal marketing aparan, normal düşüncəli bir xarici bank girsin Azərbaycan bazarına. Chase girsin, ya başqa hər hansı Türkiyənin garantisi girsin. Məsələn, amma yaxşı rəqabət şəraitində. Və burada aktiv marketing aparsın. Azərbaycan bankları hamısı qaçacaqlar outsourcing-ə, agentlik axtaracaqlar ki, yaxşı iş görsünlər. O daxildəki komandalar heç bir şey yaramayacaq. Eləcə elektronikada, eləcə mobil operatorlar sahəsində, eləcə başqa sahələrdə bunu outsource eləmək lazım. Siz daxildə bunu məhdudlaşdırmaqla fikirləşirsiniz ki, cost saving edirsiniz, qənaət edirsiniz. Amma əslində nə edirsiniz? Bazarda agentlikləri zəiflətməyə çalışırsınız. Ölkədə agentliklər, onsuz da güclü olan agentliklər ayaqüstə qalacaq, fəaliyyət göstərəcək. Amma bazar böyüyə bilməyəcək, bazar pastası böyüyə bilməyəcək. Və o böyüyə bilmədiyinə görə də peşəkarlığın səviyyəsi bazarda bəlli bir leveldə, səviyyədə yuxarı qalxmayacaq. Deməli, siz bazarı zəiflədirsiniz. Sabah gün sizə çox yüksək səviyyədə bir işlər lazım olanda Azərbaycan bazarında bunu görəcək adamları tapa bilməyəcəksiniz. Marketing sahəsi təkcə reklam agentlikləri deyil ki, agentliklər böyüdükcə agentliklərə xidmət göstərən hansısa alt sahələr, alt şirkətlər əmələ gəlir ki, bizim bazarımızda məsələn bir çox elə şirkətlər yoxdur. Və o tipli şirkətlərə ehtiyac yaranıb onlar da inkişaf eləyəcək, başlayacaqlar və bu sahə çox genişlənəcək. Bu dolayısıyla bizim kinematografiyamıza da təsir edəcək, başqa sahələrə təsir edəcək və məsələn sadə bir şey deyim, agentliklərlə işlədi şirkətlər, reklam çəkilişləri çox etdilər və reklamcı rekvizitlər oldu. Ölkədə rekvizit işi ilə məşğul olan şirkətlər var, çox azdır. Amma bu sahədə çiçəklənərsə, artıq agentliklər bunları outsource eləməyə yönəldikcə, bu istiqamətdə şərti birini dedim, şərt olaraq. Bu istiqamətdə peşəkar şirkətlər yaranacaq. Sabah günü kimsə kino çəkmək istəyəndə kinematografiya üçün artıq rekvizit problemi olmayacaq. Bu kimi onlarla bir şey satalaya bilərik. Və peşəkarla işləyən şirkətində nə imkan olacaq? Sənin daxili komandan səhv etdikdə sən işçini işdən çıxaracaqsan, uzağa töhmət verəcəksən, maaşını kəsəcəksən. Amma sənin dəyən zərər qarşı tərəf olmayacaq. Və sən işçinə günahlandıra da bilməyəcəksən. Çünki işçiyə loqonu sağa çək, sola çək, göstərişlərini sən verirsən. Amma qarşı tərəfdə bir agentlik olacaqsa, bu agentliyə sən tapşırığı verirsən, müqavilə bağlıysan, agentliyin işinə qarışmayıb, ondan nəticə tələb edirsənsə, bu halda agentlik məsuliyyət daşıyır və
agentliyin yola vermək kimi bir ixtiyarı, belə bir lüks yoxdur. Çünki agentlik işi yaxşı verməlidir. Ona görə ki, onun nüfuzu, reputasiyası ortadadır. Bir şirkətin işini batırarsa, agentliyin adı bazarda bədnam olacaq və müştəri tapa bilməyəcək. Ona görə agentlik normal işləmək məcburiyyətindədir. Ona görə outsource eləməyi bacarmaq lazımdır. İstər agentlik tərəfində olsun, istər nə bilim Outsource Azərbaycanca necə? Yəni işlərin bir hissəsini kənara həvalə etmək. Mühasibatlıq işləri necə kənara həvalə olunur? Agentlik işləri necə kənara həvalə olunur? IT işləri necə kənara? Bu kimi iş xidmətləri əslində kənardan almaq lazımdır. Bəzi şirkətlər ola bilər, daxildə deyək ki, böyük şirkətə bizim ehtiyac var. Daxildə sən qur, məsələn IT-ni qur. Amma IT-nin elə qanadları var ki, sən daxildə onu saxlamalı deyilsən, outsource elə. Daxildə marketinq olsun. Tamam, sən istehsalçısan, kisə dizaynı üçün sənə kisə dizaynını edəcək bir dizaynerə ehtiyacı var, amma o sosial media dizayneri deyil. O fəaliyyəti outsource eləməlisən. Və bu kimi yanaşmalar lazım ki, sən o staffı boşuna şişirmə. Sənin ehtiyacın bəzən olmayacaq, o halda agentliyə iş az verəsən. Çox olacaq, çox verəcəksən. Amma daxildə böyük komanda yığıb saxladıqda, sabah gün sən işləri, insanların bir qismini ehtiyac olmayanda işdən çölə tullamalı olsan. Bu da insani baxımdan baxanda da kimlərinsə çörəyinə bais olub, kimsə kənar atmış olsan, o da doğru deyil. Və sonuncu məsələ mənim üçün çox vacib məsələlərdən biri, bir çoxları üçün. Bir məhsulu baha satmaq və ucuz satmaq. Ucuz satarsan dəyərsiz görünər, baha da satarsan alınmaz. Bu da çox çətin məsələlərdən biridir və strateji məsələlərdən biridir. Bunu necə çözürsünüz? Necə həll edirsiniz? Hər məhsulun bir hiss olunan dəyərliliyi olur. Yəni insan məhsula baxanda, qablaşmasına, materialına baxanda buna bir dəyər biçə bilir. Aşağı-yuxarı bilirlər. Bu hiss olunan dəyərliyi nəzərə almaq lazımdır həmişə. Əgər bazarda təzədirsə necə? Yəni təzə olsa da, yəni hər halda bir rəqibləri var bunun. Bəli. Və bu rəqiblər də müqayisədə bu öz dəyərliyini müəyyən edəcək. Baha satmaq istəyirsə, üstünə əlavə dəyərlər verməlidir. Və ekstra dəyərlər olmalı ki, məhsulun bazardakı mövcud analoqlarından fərqi nədir? O əlavə dəyərləri verirsə, baha sata bilər. Əlavə dəyərlər xidmət şəklində ola bilər, üstünə asılı məhsul şəklində ola bilər, xüsusi qablaşdırma ola bilər və s. çoxlu dəyərlər ola bilər. Bu əlavə dəyərlə baha sata bilər. Ucuz satmağa qaldıqda isə ucuz satmaq bazarda çox halda dempinq edirlər. Bu heç kimə faydalı deyil. Ona görə faydalı deyil ki, sən məhsulu ucuz satdın, bazarda kimsə çıxacaq, səndən də ucuz satacaq. Sonra sən biraz da aşağı satarsan və elə bir yer olacaq, sən maye dəyərinə dirənirsən, bunun keyfiyyətindən bir balaca aşağı kəsməli olacaqsan. Keyfiyyəti kəsəcəksən, rəqib də keyfiyyətdən biraz kəsib, o da aşağı salacaq. İlk baxışda elə bir fikirləşirik ki, dempingdə müştəri qazanır, bəli, birinci qazanır. Sonra artıq elə bir səviyyəyə düşür ki, məhsul keyfiyyətsiz olur və nə müştəri qazanmır, nə sən qazanmırsan, nə də rəqibin qazanmır. Ona görə bazarda məhsulların bəlli olunan dəyərləri var da, bəlli dəyərdən aşağı onu salmaq olmaz. Yəni ucuz satmaq məsələsinə gedəndə də ona baxmaq lazım ki, hər bir şirkət özünün sağ qalması üçün, özünün bəlli bir mənfəət əldə etməsi üçün lazım olan marjanı təmin etməlidir. Ondan da aşağı satıb bəzən dempinq edərək rəqibini sıradan çıxarmağa, bunu da qarşı antidempinq qanunvericiliyi var Azərbaycanda. Bu qanunvericiliyi tətbiq etmək lazımdır. Son dövrlərdə məsələn anti-insar kifayət qədər aktivləşmə məsələdə o yaxşı haldır. Kimsə məqsədli şəkildə dempinq edirsə, onun qarşısı alınması üçün hökumətin atdığı addımlar yaxşıdır, təqdirə layiqdir. Və belə yanaşılmalıdır, çünki qiymətin ucuzlaşdırılması deyirlər istehlakçıya xeyir vermir. Necə ki, qiymətin yüksəldilməsi də faydalı deyil. Yəni, kütləvi mallarda insanların ucuz qiymətli məhsul seçimi də olmalıdır. Amma insan o ucuz qiymətin altında nə olduğunu bilməlidir. Azərbaycan insanında əksəriyyəti orta qiymət və orta keyfiyyət məhsula üstünlük verir. Ona görə də ucuz qiymət mütləq ki, keyfiyyətin aşağı düşməsi ilə müşahidə olunduğuna görə insanlarımız heç də ucuz qiymətə belə deyim, çox da yaxşı bir şey kimi baxmırlar. Bəziləri çarəsiz, ucuzdur, işimi yola verir deyə alırlar, amma bəzən o ucuz qiymətin altından insanlara zərərli elə şeylər yatır ki, yəni o tələfi olunmur da. Misal üçün tutaq ki, hər hansı bir xidmətdir. Məsələn, psixoloq xidməti bizdə indi çox yayğındır. Bunu özüm şahid olmuşam. Danışır məndən psixoloq, deyir ki, filan deməli plazada qiymətlər fantastikdir, orada icarə qiymətləri, amma orada mən daha rahat malımı yəni xidmətimi sata bilirəm. Ona görə ki, oranın nüfuzu var, oranın bu çox vacib bir şeydir. Yəni bazara təzə girən adam necə risk eləsin buna? Bildiniz necə? Bu təzədir bazarda. Bəli, oranın bir üstünlüyü var şübhəsiz.
o plazanın bir üstünlüyü var. Orada elit təbəqə gəlir. Amma bu təzə dax bazarda. Təzə olan Sualım aydın oldu. başa düşdüm. Bu nə qədər davam getməlidir, nə qədər cibindən xərcləməlidir ki, bu tanınsın və bunun mexanizmi necədir? Öncədən özünün maliyyə vəziyyətini analiz eləmək ki, mən buna nə qədər davam gətirə biləcəm. Bir də aparacağı o marketinq səylərinin intensivliyini müəyyənləşdirməli ki, bunu necə edə biləcəm? Yəni bunu edə biləcəm yox. Onu aydınlaşdırandan sonra bəli o plazaya gedə bilər, lap ən bahalısına da gedə bilər. Amma Bunu da siz eləyirsiniz şirkət olaraq. Yəni özümüzün plazada fəaliyyətimiz. Yox. Yoxsa necə? Bu dəyərləndirməni. Dəyərləndirməni əlbəttə edirik. Bizdə müraciət edən müştərilər. Yəni marketinq şirkətinin bir bəli, əlbəttə, funksiyası da budur da. Yəni biz bəzən elə olur ki, müştəri bizdən strategiya istəyir. Biz yeni bazara gəlir, ROI-nə qədər hesablayırıq. Yəni o tərəfini də edirik. İşi tam belə deyim, iqtisadi əsası ilə işi görürük və veririk. Uğur zəmanətiniz nə qədərdir? Neçə faiz? Qarşılıqlı anlaşmadan asılıdır. Yəni müştərinin bizim cızdığımız xəttə nə qədər sadiq olmağından asılıdır. Uğur zəmanəti sırf ona bağlı şeydir. Müştəri olub ki, strategiya yazmışam, strategiyanı atıb rəfə qalıb. Müştəri olub ki, strategiya yazmışam 7-8 il qabaq, indi artıq qloballaşan şirkətə çevrilir. Siz Yəni müştərinin o strategiyanı necə tətbiq etməklə, ona nə qədər sadiq qalmağından asılıdır. Müştəri strategiyanı mənlə davam etməyə bilər. Mən yazıb verə bilərəm, o işi görə bilər. Yaxud da mənlə bəlli bir müddət davam edib sonra kənara çıxa bilər, amma müştəri var ki, artıq yəni bunu edə bilir. Mənim кейsimdə də elə müştərilər var. Həmin müştərim bu dəqiqədə mənim müştərimdir. Bu ümidverici notlar idi sizdən mən aldığım. Əslində suallarımın cavabını aldım mən sizdən. Təşəkkür edirəm Namik müəllim. Uğurlar arzu edirəm sizə. Siz həm iş adamısınız, həm də elm adamısınız, pedaqoqsuz, iqtisadçı, alimsiniz. Bu qürur vericidir. Yəni elm adamlarının həm də praktik sahədə çalışması, iş adamı olması böyük uğurdur. Bu məni şəxsən çox sevindirir. Təşəkkür edirəm sizə. Zeni Parfum şirkətindən bayaqdan danışıram. Tərəfdaşlarımızdan biri. Digər də dediyim kimi Tayqa Ticarət Hacı çaylarıdır. Zeni Parfumdan sizə hədiyyə var. Namik müəllim, buyurun. Təşəkkür edirəm gəldiyinizə görə. Sizə də Zeni Parfum'a təşəkkür edirəm. Minnətdaram. Dəyərli dostlar, ümid edirəm siz də mənim kimi xeyli məsələləri öyrəndiniz və xeyli məsələlər aydınlaşdı marketinqlə bağlı. Ən vacib məsələ bazar araşdırmaları etməkdir və ən vacib məsələ, bundan da vacib, mütləq mütəxəssisə müraciət etməkdir. Bu sahədə ekspertlərə və dəyərli şirkətlərə, şəxslərə müraciət etməkdir. Vacib məsələdir. Bu ənənə hələ bizdə tam oturuşmayıb, təəssüflər olsun. Ümid edirəm ki, yavaş-yavaş biz də bu sahəyə alışacağıq və biznesin əsas təkan verici qüvvəsi marketinqdir. Marketinq sahəsini bilən insanlar bizi uğura apara bilərlər. Təşəkkür edirəm diqqətinizə görə. Hamınızı Allaha tapşırıram. Sağ olun, var olun. Hacı Çay, imtina edilməyəcək təklif.